Bugün müzakirə edəcəyimiz mövzu doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz. Köhnə adla belə götürək ki, doğumdan sonraki psixi pozuntular haqqında məlumat verməyə çalışacağım. Doğumdan sonraki ümumiyyətlə depressiya, mən belə bir başlıqla girmək istəyərdim ki, cəmiyyətimiz arasında bu xəstəlik olaraq qəbullanmırlar. Bəli. Ətraf mühitdən deyirlər, mən də belə idim, düzələcək, yaxşı olacaq, yeni doğulubdur uşaq, hələ narahatsan. Bu şəkildə təlqin olunur, təskinlik verilir. Və yaxud da ki, deyirlər ki, xüsusən də ki, oğlan tərəf, doktor, heç nəyə yox idi, qadın doğdu, doğandan sonra başı pozuldu. Bax, belə bir dırnaq arası ifadə ilə girərdim. Bu cəmiyyətimizdə və müayinəmə gələn hər bir pasiyent yaxınlarının dediyi ifadələrdir. Əslində mən burada bu mövzuya nə ilə girmək istəyərdim? Görəsən bu doğumdan sonraki depressiya və psixoza kimlər məruz qalır? Bəli. Kimlərdə bu baş verə bilər? Bəli. Doğumdan sonraki depressiya, əgər qız, belə deyək, ailə həyatı quran qadın yeniyetməlik və uşaqlıq çağından özünün nevrotik pozuntusu varsa, və ya konversiyon pozuntusu varsa, 13-14 yaşında yeniyetmələrdə müşahidə olunan konversiyon tutmalar olur. Ürəyə gedir, yıxılır, bayılır, əl-qol hərəkətləri eləyir, çırpınır və ya da yeniyetməlik çağından əsəb, streslə bağlı bir pozuntusu varsa, saç yolma pozuntusu, saçını qoparıb yeyir, çeynirsə, biz bu haqda danışmışıq. Dəri yolma pozuntusu, obsessiv-kompulsiv pozuntu başlayırsa yeniyetməlik çağından və yaxud da ki, qız uşağı da yeniyetmə çağında da özünə qapanıbsa, depressiv bir fonu varsa, həyatdan daim küskün, üzgün vəziyyətdədirsə, digər bir tərəfdən qız uşaqlarında yeniyetməlik çağında müşahidə olunan mənim pasiyentlərimdən var idi ki, atalığı tərəfinə, məsələn, cinsi istismara məruz qalan, cinsi təcavüzə məruz qalan qadın, qızlar yetişkin vaxtında artıq ərə getdikdə müşahidə oluna bilər. Əgər genetik olaraq valideynlərində, yaxın ailə üzvlərində, qohumlarında ruh xəstəlik, yəni endogen xəstəliklər varsa, bipolar affektiv pozuntu, növbəti efirlərdə ondan danışacağıq, şizofreniya varsa, bu təkan verə bilər. Digər bir tərəfdən, əgər qız istənilməyən ailə həyatı qurubsa, Günay xanım, qız istəmədiyi şəxslə ailə həyatı qurubsa, arzu olunmaz uşaq doğulubsa, doğum etapında və yaxud da hamiləlik etapında, ona qədərki dövrdə qadın sosial-ekonomik, yəni maddi tərəfdən sıxıntılar yaşayıbsa, travmatik bir hamiləliyə məruz qalıbsa, döyülübsə, şiddətə məruz qalıbsa, bu halda doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz üçün təkan verici faktordur. Yəni bu xanımlar, bu qadınlarımız risk qrupu altındadır. Tamamilə doğrudur və bu qadında olacaq bu pozuntular əvvəldən, yeniyetməlikdən, uşaqlıq çağından olan bu problemlər və digərləri artıq qadının ərə getdikdən sonra hamiləliyin 3 ayından başlayaraq təkan vermiş olur. 3 ayında artıq hamilə qadın nə söylüyor? Əhvalım yoxdur, keyfim yoxdur, halsızam, ağlamağa meyilli olur, hər şey ona qıcıq verir, əsəbi və gərgindir. Evdə hər bir kəsin bir, belə deyək ki, xoş sözü belə ona zəhirmar kimi olur, narahat və gərgin olur, emosional olur, qıcıqlı olur və əgər ətrafı və ailə üzvləri tərəfindən uşağına bir dəstəyi yoxdursa, özünü daim yorğun, bitkin, halsız hesab edir, narahatdır daim və bu əslində bu hal, Günay xanım, 2-4 həftəni əhatə edir. Biz buna 40 gün dövrü əhatə edən zahılıq dövrü deyirik. Bəli. Əslində qadın olaraq hər bir ana, analıq hamiləlik fizioloji bir haldır, normal bir fizioloji haldır, patologiya hesab edilmir və hər bir hamilə qadında görüləcək olan hal, qadının anatomik olaraq vəziyyətinin dəyişməsi, yəni quruluş olaraq hamiləlik etapında hormonal dəyişikliklərin olması, yəni endokrinoloji dəyişikliklər, həmçinin burada belə deyək ki, psixoloji dəyişikliklər, fiziksel dəyişikliklərin baş verməsi müşahidə oluna bilər. Qeyd etdiyim səviyyədə ola bilər. Əgər bütün patoloji depressiv əlamətlər 2 həftənin üzərində davam edirsə, 4 həftəni artıq ötübsə və 3 ay dövrü əhatə edirsə, artıq burada bir həyəcan təbili çalmaq lazımdır. Yəni artıq bu hal təhlükəli hal hesab olunur və birbaşa həkim nəzarətində müalicə olunacaq bir haldır. Bayaq doktorumuz mövzuya keçid edərkən, mövzuya giriş edərkən çox gözəl vurğuladı ki, bəzən qohum, qonşu, yaxınlar söyləyir ki, bizdə də bu hallar olurdu. Doğumdan sonra bilirik ki, yəni bu halı yaşayan xanımlar bilir
bilirlər ki, əhval-ruhiyyə dəyişkənliyi istər-istəməz olur. Hormon dəyişkənliyi səbəbindən, o süd vermə dövrünə bağlı olaraq xanımlar daha tez çox həssas olurlar və daha tez ağlaya bilirlər. Heç nədən oturub ağlaya bilirlər. Heç nədən bilmirəm, o bədbin hisslərə qapıla bilirlər. Övladları ilə bağlı pis fikirlər yarana bilir həmin o xanımlarda. Amma təhlükəli halı artıq doktorumuz vurğuladı ki, bu dövr əhatə edirsə 2-4 həftə ərzində təhlükə var demək ki. Günay xanım, doğumdan sonraki depressiya xarici ədəbiyyatda postpartum depressiya deyilir. Klinik əlamətləri hansılardır? Bunlara nəzər yetirək. Doğumdan sonraki depressiyanın klinik əlamətləri zamanı ilkin növbədə psixoloji simptomlar müşahidə edilir. Hansı simptomlar? Qadın çox üzgün olur, bitkin olur, əzgin olur, halsız olur, heç nədən zövq almır, maraq dairəsi olmur, uşağını əmizdirmək istəmir, uşağının altını dəyişdirmək istəmir və yaxud da ki, uşağına aşırı dərəcədə həssas olur, uşağına hər hansısa bir ətraf mühitdə ailə üzvlərindən olan təhlükədən də qoruyur. Ona elə gəlir ki, onun uşağını incidərlər, ona yaxşı baxmazlar, narahat olur, gecə yuxusuz olur. Daim olaraq uşağı ilə bağlı bir həyəcan, təşviş keçirir. Hər hansısa bir təhlükə olmadan Günay xanım özünün və yeni doğurmuş olan övladının başına hər hansısa bir bədbəxt hadisə gələcəyindən qorxur. Bu düşüncələr gün ərzində onun beynində cərəyan edir. Bu düşüncələr, narahat düşüncələr fonunda gecə yata bilmir. Səhər yatağından qalxmaq istəyi olmur, halsız, bitkin olur, üzgün olur. Nəticə itibarilə qidalanması zəifləyir, iştahsı olmur, yeyib uşağını əmizdirə bilmir, südlə təmin eləyə bilmir. Nəticədə uşaq da doyma olmadığı üçün daim uşaq da qıcıqlı və əsəbi olur, narahat olur. Qadın başlayır sürətli arıqlamağa, hətta kahiksiya vəziyyətinə qədər çatır. Başlayır tərləməyə, bədənində ağrılar olur, ağrılar sinə boyunca yayılır. Bəzən deyirlər ki, yəqin südünü yaxşı verə bilmir deyə ağrıyır, kürəyə yayılır. Bütün bədən boyunca əsmə, tərləmə, titrəmə, üşütmə, soyuma əlamətləri olur. Bəzən temperaturası tez-tez qalxır, narahat olur, gərgin olur və nəticə itibarilə artıq müəyyən etaplarda doğumdan sonraki depressiya şiddətləndikcə, kəskinləşdikcə, artıq progressivləşdikcə bu əlamətlər tez-tez təkrarlanır, yəni residivlər baş verir, sadaladığım bu klinik əlamətlər və qadında artıq doğumdan sonraki depressiya müalicə olunmadıqda doğumdan sonraki psixoza keçir. Nə baş verir bu zaman? Bəli. Doğumdan sonraki psixoz zamanı qadında artıq şizofreniya xəstəliyinə bənzər klinik əlamətlər formalaşır. Ona görə də valideynlər yaxınlaşdıqda nə deyir Günay xanım? Doktor, burada ruhu xəstəlikdirmi? Nə olan şeydir bu? Atda yatan səbəb kimi araşdırılmalıdır. Övlad dünyaya gətirdi və başı pozuldu. Başı pozuldu, doğdu, başı pozuldu. Belə deyirlər el arasında. Havalandı, dəli oldu deyə dırnaqarası belə bir ifadələr işlədirlər. Doğumdan sonraki psixozun kliniki əlamətləri hansılardır? Bu zaman qadında şübhələr yaranmağa başlayır. Biz buna paranoyalar deyirik. Qadın şübhələnir. Bu uşağı mən doğmamışam. Xəstəxanada həkim səhv salıb, tibb bacısı səhv salıb, bələyini səhv saldılar, geyimini səhv saldılar, olmaya bunu kiminsə uşağından səhv saldılar deyə şübhələr yaranır, qorxular yaranır. Doktor, bir də bəzən valideynlər olur ki, şikayət edirlər ki, yəni ətrafı ki, uşağı dünyaya gətirdi, uşağa bir sevgisizlik nümayiş etdirir. Bəli, sanki uşağı istəmir, nə uşağı əmizdirmək istəmir, nə saxlamaq istəmir. Çünki ona elə gəlir ki, bu övlad onun övladı deyil. Uşağını qucağından yerə salmaq istəyir, uşağını yerə atmaq istəyir, mətbəxə daxil olanda pəncərə qarşısında durur, az qalır ki, uşağını pəncərədən yerə atsın və yaxud da ki, mətbəx bıçağından beyninə o gələn şübhələr fonunda xəsarət yetirmək istəyi olur və yaxud da ki, qadının qulağına, Günay xanım, halüsinasiyalar deyirik, eşitmə və görmə halüsinasiyaları. Səslər də gəlir, gözlərinə də görünür. Gözlərinə də görünməyə başlayır, qulağına səslər gəlir, uzaqdan, bayırdan və yaxud da ki, başının içindən. O uşaq sənin uşağın deyil, sənə bu uşağı zorla veriblər, sən heç hamilə olmamısan ki, deyə qarnına bəzən şillələyir ki, mən heç hamilə olmamışdım və yaxud da uşağı necə oldu götürdülər. Səslər fonunda uşağını qidadan kəsir, süd vermir, narahat olur, otağın bu başından o başına gedir, qaçır, yürür, saçını başını yolur, üzünü cürür, narahat, gərgin olur, emosional olur və yaxud da ki, ona elə gəlir ki, bu səslər fonunda səslər nə deyir? Götür uşağı yerə çırp, götür evdən qaç və yaxud da ki, bu sənin nəyinə lazımdır, sənin övladın deyil ki, və yaxud da necə olur? Səni zəhərləyəcəklər, övladını zəhərləyəcəklər deyə ana uşağını götürüb qaçır, evdən çıxıb gedir
günlərlə ananı axtarırlar, tapa bilmirlər. Danışdığım bu klinik əlamətlər əslində dəhşətli bir mənzərədir Günay xanım. Bizim cəmiyyətimizdə gizlədilən, bəzən olsun ki, zahıdır, düzələcək, keçəcək, yaxşı olacaq, mən də belə idim, eybi yox, düzələr, ginekoloq aparaq, nevropatoloq aparaq, cin çıxardaq bədəninə cin girib, yəqin ağırlıq çökübdür, filan kəs evə gəldi. Hamilədir, qorxub. Bəli, qorxub, filan kəs evə gəldi, yəqin ağırlığı çöktü. Filan kəs 40 günü tamam olmamış evə gəlmişdi, ondan oldu. Dediyim bu əlamətlər sadəcə olaraq cəmiyyətimiz tərəfindən formalaşan yanlış miflərdir. Burada məsələ nədən gedir? Beyin kimyası dəyişir. Nə baş verir? Beyində neyromediator sistem deyirik biz buna. Dopamin neyromediatorunun miqdarı artır, psixoz baş verir. Qadının bu hərəkət aktivliyi, şübhələri, təşvişi, həyəcanı başlayır. Serotonin miqdarı düşür, qadın depressiv bir vəziyyətdə olur. Səbəbsiz yerə ağlayır, səbəbsiz yerə gülür, əl-qol hərəkətlər eləyir, müxtəlif jestlər edir, mimikalar eləyir. Kənarda kimsə görəndə özünü yığışdırmağa çalışır. Şizofreniyanın klinik əlamətlərinə bənzər əlamətlər formalaşır. Altda yatan səbəb kimi şizofreniya da ola bilər, müxtəlif travmalar da ola bilər və yaxud da ki, çox nadir hallarda ola bilər ki, doğumdan sonraki psixoz ilkin etapda başlasın. Adətən altda yatan səbəbləri olur. Bizə müraciət edən Günay xanım pasiyentlər, xüsusən də ki, mən müayinəyə gələndə soruşuram. Adətən qaynata da gəlir, qaynana da gəlir, nə bilim, qayın da gəlir, nəyindi? Bütün bu dediyim əlamətləri mən indi burada maarifləndirici olaraq biz danışırıq, müzakirə edirik Günay xanım. Konfidensialdır, gizlilik xarakter daşıyır. Müayinəyə gələn hər bir kəs kimsə yanında müraciət etsə belə mütləq şəkildə ilk növbədə ailə üzvlərinin kim olduğunu maraqlandıqdan sonra artıq müayinəni biz belə deyək ki, necə deyim, qapalı şəkildə eləyirik. Lazım gəldikdə anaya da məlumatlandıra bilərik, lazım gəldikdə həyat yoldaşına müəyyən bir məlumatları verə bilirik. Bir də onu qeyd edim ki, bəzən bizə zənglər olur, deyir ki, doktor filan kəsin atasıdır və yaxud da ki, filan kəsin qaynatasıdır. Xeyr, mən bütün pasiyentlərim bilir. Müayinə etapında pasiyentin şəkli çəkilir öz telefonundan və yazdığım resept çəkilir. O qalır pasiyentin telefonunda. Ehtiyac olduqda mənə WhatsApp-a yönləndirirlər və biz WhatsApp vasitəsilə həmin pasiyenti tanımaqla əlaqə saxlayıram. Əgər kənar bir şəxs tərəfindən pasiyent haqqında məlumat almaq istədikdə heç bir məlumat verilmir. Gizlidir. Gizlidir, konfidensialdır, heç bir diaqnoz söylənilmir. Bunlar da gizli və konfidensialdır. Doktor, siz danışdıqca mənim gözümün qabağında o mənzərə canlandı və düşünürəm ki, bu halları yaşayan anaları təbii ki, tək buraxmaq olmaz. Xəstə yaxınları diqqətli olmalıdırlar. Həyat yoldaşları diqqətli olmalıdırlar. İndi bəzən elə olur ki, valideynləri dünyadan köçmüş xanımlarımız olur. Onlara da bir ayrıca bir diqqət ayırmaq lazımdır bu halda. Xüsusən hamiləlik dönəmində və hamiləlikdən sonraki bax bu halları yaşayan xanımlara aid edirəm. Çox ağır fəsadlarla üzləşə bilər həmin ailələr. Dəfələrlə mən ötən günlərdə Rusiyada belə bir hadisənin olduğunu eşitdim ki, yəni danışmaq istəmirəm, tam da qanınızı qaraltmaq istəmirəm, amma o da doğumdan sonraki depressiya ilə bağlı idi. Yəni o ailələrə istəyirəm səslənəsiz. Bu hallar müşahidə olunursa, onlar nəyi nəzərə almalıdırlar? Günay xanım, çox gözəl bir məqama toxundunuz ki, bu doğumdan sonraki depressiya çıxıb getmir. İnsanla sağollaşmır, ailəni tərk etmir. O qadında varsa qalır, qaldıqca fəsadlaşır, qaldıqca ağırlaşır. Adını çəkə bilməyəcəyimiz bəzi məhdudiyyətlər çərçivəsində var, müəyyən bir şeylər açıqlaya bilmirik, fəsadlar baş verir. Ailədə itkilərə səbəb olur. Sonradan deyirlər, bilsəydim həkimə göstərərdim, niyə belə elədim? Hətta biz o cür psixotik bir vəziyyət yaranır. Müalicəyə başlamamışdan öncə nə deyirəm? Kəskin vəziyyətdədirsə, düzdür, çox psixomotor hal olur, bəzən yatırırlar stasionar şəraitdə. Müasir dövrdə adətən yatlı müalicələri istəmirlər bizim valideynlərimiz, ata-ana, yəni köməklik göstərə bilirlər evdə müalicə. Birinci, nə olur fikrim? Dərmanları pasiyentin əlinin altından uzaq tutun. Çünki dərmanları onlar digər bir məqsədlə istifadə edərlər, çox miqdarda istifadə edə bilərlər. Nəticədə bunlar xanımın, qadının və yaxud da kiminsə həyatının itirilməsinə səbəb ola bilər. Və yaxud da ki, bu müddət ərzində əgər kəskin etapdadırsa, uşağı ana ilə kontaktına məhdudlaşdırmaq lazımdır. Çünki orada olan sayıqlamalar uşağa valideyn xətər yetirə bilər. Əgər sayıqlama yoxdursa, sadəcə depressiv bir fondursa, uşaq ana ilə qala bilər. Yenə də burada anaya mütləq dəstək lazımdır. Vaxtı-vaxtında ana da qidalanmalıdır, övlad da qidalanmalıdır, mühafizə olunmalıdır. Və bunlar həmişə deyirəm pəncərədən, qapıdan, kəsici alətlərdən, dərmandan həmin pasiyent istər doğumdan sonraki depressiyası olan, istər şizofreniyası olan, istər digər ruhu endogen xəstəlikləri olan pasiyentlər belə deyək ki, Günay xanım məhdudlaşdırılmalıdır, müdafiə olunmalıdır.
Siz dediyiniz klinik əlamətlər get-gedə ağırlaşır. Bəzən bizə çox gecikmiş mərhələdə Günay xanım 1 ildə müraciət edirlər. Çox təəssüf. Bəzən 1 il, 5 ayında, 2 ilində müraciət edirlər. Deyir doktor, elə bu ikinci hamiləliyindən sonra başı pozuldu və yaxud da birinci hamiləliyindən sonra başı pozuldu. Hər hamiləlik eyni olmur ki. Hər hamiləlik eyni olmur. olmur. Olmasın, digərində olsun. Müalicə elədiyimiz sağalan tam pasiyentlər var ki, onu qeyd edeyim ki, Günay xanım, doğumdan sonraki psixoz və doğumdan sonraki depressiya tam sağalır. Əgər dediyim müddətdə müalicə özü tam sağalır deyəndə daha tez vəziyyətdən çıxır. Doğru, düzgün müalicə olunarsa, doğru düzgün terapevtik dozalarda dərman preparatları təyin eləyəriksə və doğru peşəkar həkimə müraciət olunarsa. Bəli, ixtisaslı mütəxəssisə müraciət olunmalıdır. Ginekoloqa yox, endokrinoloqa yox. Çünki bəzən elə bilirlər ki, bu ginekoloji problemdir, bəzən elə bilirlər endokrinoloji problemdir, bəzən elə bilirlər nevroloji problemdir. Birbaşa həkim psixiatrın xəstəliklərin beynəlxalq təsnifatı üzrə, DSM üzrə psixiatrik bir pozuntudur, xəstəlikdir. Belə deyək ki, altını cızaraq deyirəm, əhval-ruhiyyə pozuntusudur. Sırf həkim psixiatr tərəfindən müalicə olunarsa, vaxtında müdaxilə olunarsa, daha tez sağalar Günay xanım, daha tez pasiyent vəziyyətdən çıxar. Fəsadlaşanda nə baş verər? Depressiya fəsadlaşır, artıq psixoza keçir. Belə deyək, hər zaman söyləyirəm, elə xəstəlik var ki, Günay xanım, depressiyası. Məsəl üçün, doğumdan sonraki depressiya. Bu düşünək ki, stolun bu hissəsidir, bu da o birisi hissəsidir. Doğumdan sonraki depressiyadır. Bu nevrotik pozuntudur, obsessiv kompulsiv pozuntudur, digər nevrotik pozuntularla ruhu xəstəliyi arasında sanki bir xətt var. Bəli. Bu xətt çox nazik bir xətt. Çox incə bir xəttdir. Bəli, Günay xanım. Bu xətti ötdük, keçirib psixoza. Bitdi. Doğumdan sonraki depressiya, doğumdan sonraki psixoza keçir. Obsessiv kompulsiv pozuntunun belə də şiza obsessiya növü var. Bunu danışmışdıq biz ötən verilişlərdə. Şizofreniya bənzər klinik əlamət verir. Artıq burada xəstəlik elə ağırlaşır ki, burada müalicə də uzun müddət davam etmiş olur. Artıq dərman preparatlarına bəzən rezistent olur, davamlı olur. Yəni bədən, bilirsiniz bizə gələn pasiyentlərdə problem nə olur Günay xanım? Nə olur doktor? O qədər müxtəlif ixtisaslı həkimlərdə müraciət olunurlar. O əlaqə saxlayanda belə mənə deyəndə ki, doktor bu artıq bir neçə həkimdə olubdu, psixiatrda olubdu, nevropatoloqda olub, deyir o son ümid yerimiz sizsiniz, Günay xanım verilişində gördük, müraciət edirik. Mən əslində o anda sevinirəm. Niyə? Çünki artıq bunlar psixiatrın, həkimin nə olduğunu bilirlər. Bilirsiniz nədən gedir söhbət? Burada məsələ ondan ibarətdir ki, Günay xanım, xronikləşir, xəstəlik dərinləşir, əlləri üzülür, o belə deyir, ümid yeri kimi gəlirlər. Bu halda elə incə bir məqamdan müalicəyə başlamaq lazımdır ki, biz onun xeyrini görməliyik. Və dərman preparatlarını seçəndə belə elə ehtiyatlı seçmək lazımdır. Hər kəsi individual seçilir. Dozalar belə individualdır. Doğrudur, düzdür. Deyirəm terapevtik dozada. Pasiyent var, elə bir dozada verilir ki, Günay xanım, ona qarşı o qədər başqa cür reaksiya verir də. Yəni bədən olaraq halsızlıqda olur. İzlənilməlidir. İzlənilməlidir və mən pasiyentlərə hər zaman söyləyirəm Günay xanım, müalicə 1 aydırsa, 1 aydan sonra görüşməlidirsə, hər 1 ay müddətində pasiyent 3 gündən bir, həftədə 2 dəfə mənimlə belə deyək, telefon vasitəsilə canlı ünsiyyətə keçir. Və o canlı ünsiyyət vasitəsilə dozaları ayarlayırıq, tənzimləyirik. Artıq 1 ayında pasiyent gələndə Günay xanım, inanın tam vəziyyətdən çıxmış olur. Mən bilirəm, mən sizə çox güvənirəm, bilirsiniz doktor. Və həssas yanaşırıq bizlərə. Çox həssas yanaşır bizim dəyərli psixiatrımız və bizə nə qədər tamaşaçı geri dönüş edir ki, Günay xanım, dediyiniz kimi var, getdik Aytən xanımın yanına, biz düşünürdük ki, artıq yaxınımızı həyata yenidən qaytara bilməyəcək. Artıq əvvəlki kimi olub, əvvəlki simadadır, əvvəlki hərəkətləri, əvvəlki rəftarı, əvvəlki o gözündəki işıltı. Çünki bilirik ki, bu insanların siması da dəyişir və bir ana yazır qızı ilə bağlı, deyir ki, yeni ana olub və Aytən xanımın dediyi əlamətlər mənim qızımda da var. Qızım körpəsinə zərər verə bilərmi? Yazmayıb hansı əlamətlər və deyir, sadaladıqları əlamətlər mənim qızımda da yaşanır. Əgər Günay xanım paranoyal fikirlər, şübhələr, sayıqlamalar varsa, onu da necədir? O ana gedib ondan soruşmamalıdır. Var səndə belə bir şey. Qız başlayıb nə edəcək? Xanım dodaqaltı danışır, mızıldanır, əl-qol hərəkətləri eləyir. Sanki kiminsə, belə deyək, kiminsə nəyinsə mücadiləsini aparır, fikir mübadiləsi aparır, fikri gedir, gözü baxır, ətrafı belə qəribə baxışlarla seyr eləyir. Sanki elə bil nəsə baş verəcək deyə bir təşvişli baxış alır, rəngi, ruhu belə deyək, dəyişir, qızarır.
vahiməli bir baxış alır, belə gözlərini bərəldir, sanki elə bir ki, birdən belə baxır, elə bir ki, orada nəsə bir hallar görür, çünki görmə halüsinasiyaları olur. Müəyyən birinci məqamları var ki, bunlar artıq həkim, psixiatr tərəfindən müşahidə olunmalıdır. Siz ona gedib deməklə onu, səndə belə bir şeylər var, indi mən bunu ifadə edirəm, o gizlədəcəkdir klinikanı. Doktor, həmin an yaşananları görüntü, indi telefon hamının əlində var da, evin içində, anasıdır. Çəkib özündə saxlayıb, sonra sizə nümayiş etdirə bilərmi? Onu formada eləmək lazımdır ki, pasiyent görməsin. Bəzən bizə müraciət edən pasiyentlər, istər qıcılması olanlar Günay xanım, istər belə, bəzən olur, valideyn deyir, doktor, göstərirəm. Autistik uşaqlarda olsun, onların təkrarlanan müəyyən hərəkətləridir, şizofreniya xəstələri olsun, bipolar affektiv pozuntunun maniyası olsun, depressiyası olsun, depressiv pozuntular olsun. Bu hallar, yəni ki, doktor, sizə sübut eləmək istəyirik, görürsünüz bunlar nələr keçirir və yaxud da saxlamışam, göstərim sizə, sizin yanınızda eləməyəcəkdir, əslində bu hallar olur. Təbii ki, mən həkim olaraq pasiyent içəri girəndən müayinəyə, Günay xanım, onun addımlarının səsi olsun, gəlişi olsun, mimikası olsun, o gəlib müayinəmdə əyləşənə qədər artıq pasiyent haqqında fikrimiz formalaşmış olur. Sadəcə olaraq pasiyentin dilindən deyiləcək sözlər, pasiyent var, gəlib heç müayinəmdə danışmır, ünsiyyətə girmir. O demək deyil ki, biz onlara müalicə təyin eləmirik. Pasiyent var, ünsiyyətə girmir. Valideynlərindən alırıq anamnezi. Valideynlərin göstərdiyi video görüntülər, pasiyent haqqında anasının, atasının, həyat yoldaşının verdiyi ətraflı məlumat, daha sonra o, bilirsiniz necə, bəzən mesajları göstərirlər ki, doktor, görün nələri yazıb filan kəsə və yaxud da ki, nə şeylər çəkibdi şəkillər, hansı məktubları yazıbdı, bu nə deməkdir? Bunların hamısını biz müayinə etapında baxır, incəliyirik, 30-40 dəqiqə ərzində, bəzən olur 1 saata çıxır pasiyent. Həmişə mənə deyirlər, doktor, müayinə nə qədər olur? Deyirəm, heç bir pasiyenti 15 dəqiqədə çıxa bilər, 1 saata da çıxa bilər. Bayırda pasiyent gözləsəz, heç kim bayıra çıxarılmır. Hamı rahat şəkildə həkimlə ünsiyyətini bitirib, müayinəni bitirdikdən sonra artıq olan razılığınla sağollaşırıq, növbəti müayinədə görüşürük. Doktor, Allah köməyiniz olsun. Bilirəm nə qədər insana yardımcı olursunuz. Bayaq mən o xəstəlikləri oxudum və bayaq çox gözəl bir məqamı vurğuladı doktorumuz ki, artıq insanlar bilirlər ki, hansı problem üçün həkim psixiatra müraciət etmək lazımdır və həkim psixiatra müraciət etmək qəbahət deyil. Çünki həkim gəzib, müxtəlif mədə-bağırsaq həkimindən tutmuş, kardioloqundan tutmuş, nevroloqundan tutmuş, bilmirəm nələr bu siyahını davam elətdirə bilərəm, uzundur. Amma ki, doğru nəticə əldə etməyəcəksiniz. Çünki bu beyin kimyasında baş verən dəyişikliklərdir və sadaladığım xəstəliklər və haqqında hal-hazırda danışdığımız doğum sonraki depressiyada birbaşa həkim psixiatrın nəzarəti ilə müalicə olmalıdır. Bir daha doktorumuzun əlaqə nömrələrini qeyd etmək istəyirəm. 050 377 54 22, 099 377 54 22, həmçinin depressiya, panik atak, həyəcan, təşviş pozuntusu, obsessiv kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, diqqət əskiliyi və hiperaktiv pozuntu, tik pozuntusu, Tourette pozuntusu ilə bağlı bugün haqqında danışdığımız doğum sonraki depressiya və baş beynin üzvü xəstəlikləri fonunda yaranan psixi pozuntularla da bağlı dəyərli doktorumuz Aytan xanıma müraciət edə bilərsiniz. Aytan xanım, mən sizə təşəkkür eləyirəm. Söhbətdən doymasam da, amma çox faydalı bir mövzu oldu bugün düşünürəm və dediklərinizi hər birimiz özümüz üçün bir qeyd olaraq, məlumat olaraq yaddaşa yazdıq və o ailələrə də düşünürəm ki, aşırı dərəcədə köməyiniz çatdı bu dediklərinizlə. Günay xanım, çox minnətdaram. Bir cümlə ilə tamamlamaq istərdim ki, qeyd edim. Hamiləlik etapında da 3 ayından, hətta biz əgər hamilədə də doğumdan hamiləlik etapında depressiya başlayarsa, psixoz başlayarsa, dərmanlardan ehtiyatlanmayın. Əgər həkim psixiatrı müraciət etsəz işinin peşəkarına, hamilə, yəni ana bətnində uşaq ola belə müalicə eləyirik. Həm ana sağlam uşağını doğurmuş olur, həm də dünyaya sağlam uşaq gəlmiş olur. Bəli, doğum sonraki depressiyadan da qorumuş olursunuz onları vaxtında. Bəli, tamamilə doğru. Çünki çox gözəl vurğuladı ki, bəzən elə hamiləliyin son aylarında da bu əlamətlər özünü göstərə bilər. Müalicəni elə yolla aparırıq ki, nə ana, həm ana sağlam uşaq doğurmuş olur, həm də uşaq həyata sağlam doğulmuş olur. Var olasınız. Bir daha təşəkkür eləyirəm. Bu savadınızı, bu elminizi, biliklərinizi bizimlə bölüşdüyünüz üçün bir daha sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, minnətdaram Günay xanım. Bir daha qeyd edim, 050 377 54 22, 099 377 54 22 və çox savadlı, dəyərli həkim psixiatr Aytan Namazova ilə burada söhbətimiz yekunlaşsa da qısa aradan sonra verilişimiz davam edəcək.